Unité 7, mes fournitures scolaires. Bölmə 7, mes fournitures scolaires, məktəb ləvazimatları. Observe les images et découvre les fournitures scolaires. Rəsmləri müşahidə et və məktəb ləvazimatlarını kəşf et, öyrən yəni. Model nümunə, c'est une gomme. Bu, pozandır. Une gomme. Qadın cinsindədir. Pozan deməkdir. Une trousse. Yəni, une trousse qələm qutusuna deyilir. Un pinceau fırça. Une règle xətkeş. Fikir verin, qadın cinsindədir, kişi cinsindədir. Une règle yenə həmçinin qadın cinsindədir. Une gomme pozan. Un feutre marker. Une colle yapışkan, clay. Un stylo qələm. Une craie təbaşir. Des ciseaux qayçı. Lis les dialogues et joue-les avec ton copain, ta copine. Dialoqları, tekstləri, yəni dialoqları oxu və onu dostunla canlandır, oyna. Je peux lire. Mən oxuya bilirəm. Peut, pouvoir feilidir. Bacarmaq, bilmək deməkdir. Tu peux écrire. Sən yaza bilirsən. Il, elle peut compter. O saya bilir. Lire, oxumaq. Écrire, yazmaq. Compter, saymaq, hesaplamaq, saymaq. Arzu, tu as une gomme? Arzu, sənin pozanın var. Oui, j'ai une gomme. Bəli, mənim pozanım var. Tu peux me donner ta gomme? Sən pozanını mənə verə bilərsən? Ta gomme. Yəni, sən pozanını, sənin pozanı, yəni mənə verə bilərsən? Voilà, prends-la, buyur, onu götür. Merci, sağ ol. Anar, tu as une règle? Anar, sənin xətkeşin var? Non, je n'ai pas de règle. Xeyr, mənim xətkeşim yoxdur. Burada ne pas negativ formasının, inkar formasından sonra de işlədirik. Je n'ai pas de règle. Samira, peux-tu me donner cette colle? Samira, sən bu yapışqanı, clay mənə verə bilərsən? Cette colle, bu, yəni qadın cinsində olduğu üçün, la colle olduğu üçün set şəklində istifadə edirik. Oui, s'il te plaît, bəli, buyur, merci, sağ ol. Sona, combien de crayons tu as? Sənin neçə karandaşın var? J'ai deux crayons. Mənim 2 karandaşım var. Tu as un stylo. Sənin qələmin var. Non, je n'ai pas de stylo. Xeyr, mənim qələmim yoxdur. Yenə həmçinin ne pas inkar formasından sonra de işlədirik. De'dən istifadə edirik. J'ai un stylo. Mənim bir qələmim var. Je n'ai pas de stylo. Mənim qələmim yoxdur. Tu as des livres. Sənin kitabların var. Tu n'as pas de livres. Sənin kitabların yoxdur. Deməli, gördüyünüz kimi burada cəmdə olduğu zaman D artiklından, yəni cəmdə işlətdik. Ancaq inkar formasına düşdüyü zaman yenə, yəni cümləni də sözün deməli qadın, kişi, cəm fərq etmir. İnkar formaya düşdüyü zaman de-dən istifadə edirik. Tu n'as pas de livres. Bu qədər, növbəti dərsdə görüşənədək hələlik.